Salam, hörmətli izləyicilər. Bu hadisə 30 iyun 1908-ci ildə Rusiyanın Sibir ərazisində baş vermiş bir hadisə idi, güclü bir partlayış idi. Sibir ərazisində yerləşən Tunguska çayı ərazisində olan bir meşəlikdə çox güclü partlayış baş verdi. Partlayış o qədər güclü idi ki, deməli burada olan meşəlikdə 2000 kvadrat kilometr deməli ərazidən çox meşə tamamilə yararsız hala düşdü. Yerlə yeksan oldu və milyonlarla ağac məhv oldu. Deməli, partlayışın gücü o qədər güclü idi ki, deməli, hətta Londonda belə insanlar bunun səsini eşidiblər və göy üzünün deməli, ağ rəngə boyandığını görmüşlər və əraziyə yaxın olan 800 kilometr məsafədə evlərin şüşələri belə deməli, çatlamışdı. Deməli, həmin partlayış deməli, baş verən ərazidə insanlar yaşamadığı üçün insan tələfatı olmamışdı. Amma dediyim kimi, deməli 2000 kvadrat kilometrdən çox meşə ərazisi tamamilə yararsız hala düşmüşdü. Lakin maraqlı odur ki, bu partlayışın düşdüyü yerdə heç bir krater, heç bir çuxur, yəni mərkəzi düşdüyü yerdə heç bir şey tapılmadı. Çox maraqlı bir partlayış idi və qeyd edilən kimi Xirosima və Nagasaki atılmış bombalardan bunun gücü daha çox idi və alimlər belə bir qənaətə gəldilər ki, göydən gələn o cisim, asteroid, komet nə imişsə o deməli yerə çatmamış partlayıqdır. Bu da bir versiyadır, amma uzun müddət araşdırmalar orada aparılır və o dövrdə Sibir ərazisi uzaq olduğu üçün və orada olan qeyri-sabitlik olduğu üçün, siyasi qeyri-sabitlik olduğu üçün araşdırmalar o qədər də keyfiyyətli aparılmamış. Amma bugünə qədər də alimlərin diqqət mərkəzindədir. Çox maraqlı bir partlayış olmuşdur. Ona görə də bugünə qədər də alimlərin diqqət mərkəzindədir. Çox sağ olun. Kanalıma abunə olmağı unutmayın.